Dedim, mama, mən həqiqətən xoşbəxtəm. Adi əyilib krasovkanı bağlamaq belə mənim üçün çətin olurdu. Güzgüyə baxmırdım axır vaxtlar. Hətta o söz də deyən olub ki, nə gün dəsə. Adam bezir də ki, nə qədər olar diyeta. 5 kilo arıqlayırdımsa 7 kilo, 8 kilo təzədən kökəlirdim. O qədər təngi nəfəs olurdum. Elə ki, belə. Sonda ki 101 kiloya ki qalxdım. Dedim, yox da, alınmır, eləyə bilmirəm. İndi 59-am, deyirəm, yox, yaxşıdır. Yox, kökəlmək istəmirəm, Allah eləməsin. Yəni bədənimdə də belə bir ciddi sallanma, eybəcər görüntü, belə bir şey heç nə yoxdur. Hardan? Hara? 180 dərəcə dəyişim layihəsinin bu dəfəki qəhrəmanı Ülviyə Əliyevadır. O, uşaqlıqdan kök olub. Köklük isə hər zaman onda kompleks yaradıb. Hər zaman insanlardan, baxışlardan çəkinib. Arıqlamalısan sözünü o qədər eşidib ki, artıq özü də bu fikirlərlə yaşamağa öyrəşib. Ülviyə nə vaxtsa pəhrizlə arıqlayacağına inanırdı. Ta ki bir gün tərəzidə 101 kiloqramı görənə qədər. Bu onun üçün sadəcə bir rəqəm deyildi. Yaşadığı həyatın yükü idi. Pəhrizlər, dietologlar, idman, hər şeyi sınadı. Amma hər dəfə başlayıb bir müddət sonra dayanırdı. İstədiyi nəticəni ala bilmirdi. Uşaqlıqdan demək olmaz ki, mən arıq adam olmuşam. Sadəcə son zamanlarda, bilmirəm o stressdən oldu, nədən oldu, daha çox başladım yeməyə və gördüm ki, yox da, get-gedə lap çox şişirəm. Mən Ülviəni tanıyandan çox kök idi, yəni. Biz hər gün orta yeməyimizi bütün qızlar evi Ülviyyənin başına yığılıb yeyirdik. O yeyən idi. Məsələn, mən özüm də yeyənəm. Hamı gəlirdi, tökülürdü, yeyirdik, alırdıq nə qədər. Yəni özümü tanıyandan çaylar, dərmanlar, kapsular, kofelar, dietoloqlar, idmana getmişəm, pilates, fitness. Yəni ki, bir müddət çəkim düşüb, demirəm ki, düşməyib. Sadəcə o bir müddət keçəndən sonra adam bezir də ki, nə qədər olar dieta, istədiyi yeyə bilmirsən. 5 kilo arıqlayırdımsa 7 kilo, 8 kilo təzədən kökəlirdim. Yəni güzgüdə görünmək istədiyim kimi deyildi. Sonda ki 101 kiloya ki qalxdım. Onda dedim ki, yox da, yeri yoxdur. Adi əyilib krasovkanı bağlamaq belə mənim üçün çətin olurdu. Həmişə istəyirdi ki, arıqlasın. Çalışır, pəhrizi saxlayır. Yeməməyi bir yandan adama əsəb verir. Qısa müddət istədiyi çəkidə qalır, yenə qalxır. Bu da bir ayrı stressdir məncə. Bəzən xarici media səhifələrində görürük ki, pasiyent idmanla bir il ərzində 150 kiloqramdan 80 kiloqrama düşdü. Əla, mütəşəkkil. Qoruması çox çətindir. Hüceyrə yaddaşı mütləq şəkildə sizə karbohidrat yedizdirir və geriyə gətirilir. Kilolar sadəcə artıq çəki deyil, psixoloji yükü idi. İstədiyi paltarı geyinə bilmirdi. Güzgüdə öz əksini görəndə xoşlamırdı. Dostları ilə gəzməyə çıxanda tez yorulur, nəfəsi daralırdı. İllər keçdikcə insanlarla ünsiyyətdən qaçmağa başlamışdı. Kilolar artdıqca həyat eşqi get-gedə daha da azalırdı. O yorulmuşdu. Özünü olduğu kimi qəbul edə bilmirdi. Amma arıqlamaq da mümkün olmurdu. Mənim işim biraz belə podiumdur. Mən o podiumu qalxana qədər bir-iki dəfə dayanırdım. Çünki o qədər təngi nəfəs olurdum. Elə ki, belə adam nəfəsi içdən çəkirdi. Adi tutaq ki, güzgüyə baxmırdım axır vaxtlar. Yəni geyinirdim, çıxırdım. O görünüşü bəyənmirdim. İstədiyin modeli tapa bilmirdin. Ən böyük razmer alırdın, kip otururdu əynivə.
Əvvəl daha çox istəyirdi ki, çəksin, gizləsin, geyim seçəndə tərəddüd eləyirdi. Amma indi artıq tam özgüvənli şəkildə mağazaya girəndə, ya nəsə geyim sifariş verəndə bilir ki, konkret onda kiçik ölçüdür, verir və həqiqətən də gözəl yaraşır. Əməliyyatımdan hardasa bir 5-6 ay keçmişdi. Onda başa düşdüm o xoşbəxtçiliyi. Razdivalkada qıza deyəndə ki, bunun bir razmer balacası var. Mən belə pərdəni açdım, dedim, mama, mən həqiqətən xoşbəxtəm. Ülviyə əvvəllər mədə balonu qoydurmaq istəyirdi. Bəlkə bu kömək edər deyə düşünürdü. Amma araşdırdıqca anladı ki, bu sadəcə müvəqqəti həll yolu ola bilər. Kiloları birdəfəlik tərk etmək üçün daha böyük addım atmalı idi və nəhayət bariatrik cərrahiyyəyə qərar verdi. Ətrafındakı çox adam bu əməliyyatı riskli hesab edirdi. Ancaq o bir insana inandı. Doktor Taryel Ömərova. Həkimin yanaşması, pasientlərə olan diqqəti, uğurlu əməliyyatları ona ümid verdi. Bariatriki çox düşünürdüm. Sonra bir tanış dietoloqum Taryel doktoru məni məsləhət gördü, amma Taryel doktora gəlməmişdən qabaqda mən bir 2-3 doktorla yanında olmuşam. Qəribə içimdə tərəddüd var idi də, eləyim, eləməyim, necə olar? Çox söhbətlər var idi də ki, yəni onun nəticəsi pis olur, nə, adam qorxurdu. Doktorun qəbuluna yazıldığım günə, eyni gündə mən mədə balonuna yazılmışdım. Gedirdim şu mədə balonu qoydurmağa. Mən zəng vurdum, balonu admit elədim, dedim ki, bəs gedirəm doktorun qəbuluna. Orada otağa girən kimi deyirəm də, belə qəribə bir hava, aura, dedim budur su. Həqiqətən, yəni bunu çəkilişə görə demirəm. Mən kabinetə girəndə o doktorun aurası o elədiyi, belə qəribə aurası var onun. Dedim su, doktor mənə əməliyyat eləyəcək. Yəni budur da su. Qəribə əminlik var idi içimdə. Birinci doktor məni götürmürdü. Çünki deyir mən alışmışam 120, 130 plus çəkilərlə işləməyə, diyeta ilə arıqla, İdman elə arıqla, yəni mən əl çəkmədim. Dedim, yox da, alınmır, eləyə bilmirəm. Yəni arıqlamaq bir yana, get-gedə çəkim artır. Üzü Novruz bayramına gəlirdim, paxlava, şəkər bura. Mən bayramdan çıxan dedim, bir 110 kilo olaram. Biz bu gün orta hesabla ən azı həftədə 1-2 pasiyentə 85-90 kiloqram pasiyentlərə yox, sizə əməliyyat olmaz. Gedin idman, diyeta ilə məşğul olun deyib geri yola salırıq. Çünki nədən? Biz çalışırıq ki, bütün əməliyyatlarımızı beynəlxalq standartlar və protokollar əsasında aparaq. Ən önəmli məqamlarımız budur. Əməliyyat qərarını verəndə anası ona bu əməliyyat risklidir. Birdən nəsə olar, sənə nə olub axı? Bəlkə biraz da gözləyək. Bu əməliyyatdan sonra həyatın əvvəlki kimi olmayacaq demişdi. Ülviyə anasını dinləyirdi, amma artıq geriyə çəkilmək də istəmirdi. Mama əvvəldən razı deyildi, çünki yanlış fikirlər çox var. Ona görə mən əməliyyata gedəndə, yəni evdə mama bilirdi, bir dənə də əmim qızı var idi, o bilirdi. Ətrafımda heç kim bilmirdi. Çünki əməliyyat qabağı psixologiyanın pozulmağı mənə lazım deyildi. Misal üçün, indi soruşanda məndən ki, bir əks fəsadı var, orqanizmində bir problem var, belə şeylər soruşurlar məndən. Ki, nə yaxşı ki eləmişəm, çox şükür Allaha, çox razıyam mən. Ağlımda o əməliyyat çox təhlükəli bir əməliyyat kimi mən formalaşmışdı. Amma ülviyə eləyəndən sonra gördüm ki, yox, yəni adi bir əməliyyatdır, istədiyi çəkiyə də düşür və özgüvən insanda olur. Bir, xəstəlik başlamamışdan qabaq onun profilaktikasını aparmaq, o xəstəliyin başladıqdan sonra sağaltmasından qat-qat asandır. Piylənmə xəstəliyi artıq varsa, beynəlxalq kriterlərə uyğun, bədən kütle indeksinə uyğun, yanaşı gedən xəstəliklərə uyğun bizim əməliyyat göstərişlərimiz varsa və pasiyentin qeyri-cərrahi yollarla arıqlama şansı artıq yoxdursa və pasiyent buna riayət eləmirsə və yaxud da eləyirsə, effekt ala bilmirsə və yaxud da effekt alırsa çox yaxın müddətdə geri qayıdırsa, artıq biz gözləyə bilmərik o pasiyentə gedib 200 kq, 150 kq, 130 kq, 140 kq çatsın. Məsələ budur. 1 il ərzində 3 aydan bir doktorun yanına gedirdim, analizlərimi verirdim. Yəni ki, şükür Allaha, analizlərimdə adi belə vitaminlərdə falan belə bir şey çıxmırdı. Əgər bu əməliyyat insana səhhətində bir problem yaratmırsa, əməliyyatdan sonraki prosesləri də düzgün edəcəksənsə, mən deyərdim ki, heç də qorxulu əməliyyat deyil. Əksinə insanda həyata olan sevgini artırır, insanın özgüvənini artırır və həyatda yaşamaq üçün bir növ onun üçün stimul olur. Əməliyyatdan sonraki ilk günlər asan olmadı.
alışmadı. Bədəni yeni həyata uyğunlaşırdı. Amma hər keçən gün kilolar əriyirdi. Özü isə daha da rahatlaşırdı. İl yarım sonra 101 kiloqramdan 59 kiloqrama düşüb. Artıq yorulmur. Hərəkət etmək daha rahatdır. Hər səhər güzgüyə baxanda özünü biraz da fərqli görür. 101 kilo ilə əməliyyata girdim. Hal-hazırda 1 il yarım keçib əməliyyatımdan 59 kiloyam. İlk 3 ayda deyim ki, belə güclü çəki getmədi məndə. Amma 3 aydan sonra başladı əməlli çəki getməyə. Yəni bədənimdə də belə bir ciddi sallanma, eybəcər görüntü, belə bir şey heç nə yoxdur. Çox böyük dəyişiklik oldu. Ülvi arada bizə o kök vaxtlarını göstərir, videolarını, şəkillərini. Elə bil fərqli adamlardır. 2 dənə başqa adamdır elə bil. Ülviyə deyil yəni bu. Qəşəng oldu. Əməliyyatdan sonra çətinlik bir dənə o yaraların ağrısı idi. O da ilk bir həftə 10 gün oldu. Onlar keçdi. Qidalanma da ki, ilk 15 günə ancaq maye qəbul eləyirdim. 15 gündən sonra püre şəklində başladım xırda-xırda yeməyə. Mən həmişə arzulayırdım 65. Dəvə işdə demişdim ki, 65 kilo olub sizə qonaqlıq verəcəm. Yəni 60 aşağı heç vaxt təsəvvür eləmirdim də. Onu heç ağlıma gətirmirdim. 65 mənim idealım idi. İndi 59-am. Deyirəm, yox, yaxşıdır. Yox, kökəlmək istəmirəm. Allah eləməsin. Mən deyərdim ki, əvvəlki kök olduğu anları unudub, çünki özündən biraz kök olanları indi rahat şəkildə zarafat edə bilir. Bəli. Gündəlik həyatımı yaşayıram. Yəni istədiyim hər şeydən yeyirəm. Sadəcə doyduğum qədərini yeyirəm. Ondan artığını yemirəm. Əməliyyatdan sonra işlədiyi pasiyentlər 2 tikə, 3 tikə ət yeyib doyurlar. Sadə deyilsə, bir kotlet, 3 yarpaq dolması, bir balaca kələm dolması yeyib doyurlar. Mən indi sual verirəm bizi dinləyən dinləyicilərimizə. Siz 3 yarpaq dolması ilə doya bilərsinizmi? Amma mədə kismə əməliyyatı olan pasiyentlər doyur. Yeyə bilmir, tikə getmir, ağrıdır, incidir. Amma gözü süfrədə qalıb halı formalaşmır. Kimsə deyəndə ki, bəs gözün qalmır, yəni necə? Yəni tam doyursan deyənə, yəni göz də qalmır orada. Yəni nəfs çəkmir ki, ayda bu tikəni də yeyim. Bir də ki, o əvvəlki o iştah yoxdur. Məsəl üçün əvvəl adam doyurdu da yeyirdi. Özün doyurdun, gözün doymurdu. Əvvəl doyumluq yeyirdisə və bir növ hətta doyandan sonra da cəhd elirdi, çünki çox sevirdi, istirdi yemək. Amma artıq indi azla belə qane olur. Yemək üçün yaşamırsan. Prosta yeyirsən ki, yaşayasan. Burada bir məqam var. Pasiyent əməliyyatdan sonraki dövrdə 2 yarpaq dolmasını yedi doydu. Amma 2 qaşıq tortla çay içsə, bir taxta peçenya ilə çay içsə də doyacaq. Tərəzinin gözünə qoyuruq. Yarpaq dolmasının, ətin və yaxud da digər sağlam qidaların o 2 tikəsinin verdiyi vitamini, zulalı, mineralı o yediyi sintetik karbohidratlar vermir. Ona görə də biz əməliyyatdan sonraki dövrdə pasientlərə mütləq və mütləq xahiş edirik ki, biz onlara hətta list şəklində yazıb veririk, 3 aydan bir kontrol olana görə çağırırıq ki, onların qidalanma vərdişlərini formalaşdıraq. Amma bu pasientlərin əməliyyatdan sonra əldə etdikləri nəticə isə biz onların sadəcə mədəsini mexaniki olaraq daraltmırıq. Biz hər zaman bunu bütün çıxışlarımızda söyləyirik. Biz o pasientlərin periferik metabolik proseslərin aradan qaldırılmasına xitab edən mərkəzi metabolik problemlərin aradan qaldırırıq. Bunlar mədənin böyük yerindən ifraz olunan qırılın hormonu, nazik bağırsaqlarımızdan ifraz olunan qlikoqon bənzəri peptid 1 hormonu, bu hormonların disbalansını aradan qaldıraraq pasiyentin hormonal sisteminə təsir edir. Ona görə də bu gün dünyada artıq son 30 ildə bariatrik cərrahi əməliyyatlar eyni zamanda metabolik əməliyyatlar adı ilə məşhurlaşıb. Çünki pasiyentlərin bütün piyələnməni özündən yanaş gətirdiyi metabolik xəstəliklərdən qurtulurlar. Əvvəllər güzgüdən qaçırdı. İndi isə baxıb gülümsüyür. Çünki gördüyü insan ona xoş gəlir. Həyatdan aldığı zövq geri qayıdıb. Dostları da təəccüblənir. Bu həqiqətən sənsən. Anası isə sevinir. Mən səni belə xoşbəxt görməyə öyrəşmişəm deyir. O isə özünü yenidən tanıyır. Bu onun yeni həyatıdır. Mən indi güzgü görəndə telefon çıxardıram, şəklimi çəkirəm. Mən əvvəl güzgüyə baxmırdım. Biz
kollektiv şəkil çəkdirirdik. İstəmirdi göz qabağında olsun. Amma indi özü təklif eləyir, özü qabaqda durur və görürsən ki, onun həyat tərzində çox müsbət dəyişikliklər olub. Həyatım gözəlləşib, insanın özünə inamı artıb. Daha çox ayaqla gəzməyə üstünlük verirəm artıq. İndi məsəl üçün mənə deyirlər ki, biraz kökəl də, bir 3-4 kilo kökəl çox arıqsa. Deyirəm, siz məni başa düşə bilməzsiniz. Mən indi güzgüdə özüm baxıram. Bəlkə qıraqdan kimsə baxır deyir. Hətta o sözü də deyən olub ki, nə gündəsə. Amma o mənə xoşbəxtçilikdir. Bu şeyi yaşamayan başa düşməz. 91-ci il Dünya Səhiyyə Təşkilatı piylənməni bir xəstəlik olaraq öz klassifikasiyasına daxil edir. Bu sadəcə bir köklük deyil, bir xəstəlik olaraq daxil edir. Və bundan sonra da bariatrik metabolik cərrahiyyə rəsmi şəkildə geniş vüsət aldı. Mədəkstin əməliyyatları kimi tanınan əməliyyatlarımız isə 1998-2001-ci illərdə dünyaya vüsət alan və 2001-ci ildə rəsmi təsdiqini tapan mədənin boylama reziksiyası beynəlxalq adı isə sleeve gastrektomi olan bir əməliyyat idi ki, bu əməliyyatın əsas fundamental konsepsiyası anatomi və fiziologiyanı pozmadan normal anatomi, normal fizioloji şərtlərində arıqlama və metabolik dəyişikliklər əldə edirdi. Ona qədər olan bütün əməliyyatlarda biz mədə-bağırsaqda diskonfigurasiya yaradırıq bir xəstəliyə qarşı. Ölkəmizdə bu əməliyyatlar 2010-cu ildən aparılır, amma təəssüf üstünə qeyd edirəm ki, 2010-13-cü illərdə ölkəmizdə bu əməliyyatlar xarici beynəlxalq mütəxəssislər tərəfindən, qonşu ölkələrdən gələn mütəxəssislər tərəfindən aparıldı. Artıq ilk vətən cərrahları tərəfindən aparılan əməliyyat 2013-cü ilin may ayının 5-nə təsadüf eləyir və artıq 2013-cü ildən bu yana bu əməliyyatlar geniş vüsət almağa başladı. Artıq biz orta hesabla 12-ci elimizi qeyd edirik bu gün vətən cərrahiyyəsində bariatrik metabolik cərrahiyyənin və bu illər ərzində ciddi işlər görülübdür. Yəni çox ciddi yeniliklərimiz olubdur. Milli protokolumuz var, dərs vəsaitimiz var. Tibb Universitetində bariatrik metabolik cərrahiyyədən 7 böyük konfrans təşkil etmişik. Yetəri qədər yerli mütəxəssislərimiz var, müxtəlif özəl mərkəzlərdə və dövlət müəssisələrində çalışan ki, bu əməliyyatları geniş şəkildə həyata keçirdirlər. Modern Hospitalda doktor Taryel Ömərovun görüşünə köhnə bir paltarı ilə gəlmişdi Ülviyə. Həkim il yarım öncə 101 kiloqram çəkisi ilə çətinliklə yeriyən, nəfəsi daralan, içində böyük bir ümidsizlik daşıyan o qızı görmüşdü. Amma indi qarşısında özünə güvənən, şən, enerjili və gülümsəyən bir xanım dayanır. Necəsiz Ülviyə xanım? Yaxşı, çox sağ olun. Artıq bizim 2 ilimizə 1 ay qalıbdır. Bəli. Məmnunsunuzmu? Çox sağ olun. Əllərinizə sağlıq, necə deyirlər. Əslində sizin artıq çəki olan zamanda da çox effektiv xarici görünüşünüz var idi. Söz yox, çəki öz sözünü deyir. Burada çəki sadəcə xarici görünüş məsələləri dediyiniz zamanda sağlamlıqdır. Amma indi də artıq siz normal çəkili və həddindən artıq, normadan artıq sağlam bir insana çevrilmişsiniz. Əslində belə bir tibbi deyim yoxdur, normadan artıq. Amma siz həddindən artıq, yəni əvvəlki vaxtınızla müqayisədə daha sağlamsınız. Piylənmənin özünün gətirdiyi xəstəliklərin riskindən qurtarmış bir insansınız. Mən ümid edirəm ki, bunu artıq özünüzdə bu 2 il ərzində çox ciddi şəkildə hiss edirsiniz. Bu dəyişiklikləri görürsünüz. Və mən əminəm ki, sizi küçədə görən insanlar, qohumlarınız, uzun zaman görməyən insanlar, hətta sizi tanımadan keçirlər yanınızdan. Bəli, olub elə şey. Mən düşünürəm ki, bu sağlamlıq sizin üçün ən effektiv, sizi xoşbəxt edəcək ən önəmli nüanslardan biridir. Çox sağ olun doktor, Allah razı olsun sizdən. Necədir qidalanmanız? Artıq 2 ilimizi keçirmişik. Bəli, qidalanmam əvvəlkinə baxanı azca artıb. Təzə vaxtlar məsəl üçün 2 nəsə tikə yeyərdimsə, indi məsəl üçün o 3-4 tikəyə qalxır. Toxluğu hiss elədim, çəkilirəm arxaya ki, çünki sonrası narahatçılıq yaradır mənə. Gözüm də doyur, mədəm də doyur. Beynimdə həll eləmişəm ki, doydun, deməli gözün də doyub. Bunu nədən soruşuram? Bu gün dünya statistikasında əməliyyat olunmuş bariatrik metabolik cərrahi əməliyyat pasientlərinin 17%-i 3-6 il ərzində təkrar kökələ bilir, təkrar piylənə bilir. Amma yerdə qalan 83%-i tam sağlam şəkildə öz çəkilərini qoruyurlar 10 il müddətinə qədər. Kimlər ki, sizi kimi bu işə ağıllı, elmi, fəlsəfi olaraq yanaşırlar və bu işin tam mahiyyətinə varırlar. Tam mahiyyətinə vardıqdan sonra isə artıq sizi kimi ideal şəkildə davam edirlər. Bu çox önəmli məsələlərdən biridir. Əlbəttə ki, bizi kökəldən qidalar, təkrar kökəlməyimizə səbəb olan qidalar sintetik karbohidratlardır, şirniyyatdır, yarım fabrikantlardır ki, bunların metabolizmindən sorulmasından ötürü bizim mədəmizə bir ehtiyac yoxdur. Yəni, bunlar bağırsaqlardan, ağız boşluğundan, hətta dilin altından belə qlukoza məhlulları, şirniyyat məhlulları sorulmağa başlayır.
Yəni bu ən təhlükəli məqamlardan biridir. Amma heç bir ət, heç bir tərəvəz məhsulları, heç bir sağlam qidalanma sizin bu çəkinizi gələcəkdə 1 kiloqram belə artıra bilməz. Bundan əmin ola bilərsiniz. Və çox sevindim ki, 2 ilin tamamında siz artıq ideal bir formada bu işin mahiyyətinə varmısınız, sağlam şəkildə davam edirsiniz. Ümid edirəm ki, yanaşıqdan heç bir probleminiz yoxdur, heç bir şikayətiniz yoxdur. Çox şükür. Həyatınızdan məmnunsunuz. Çox sağ olun. Çox. Ülviyə xanım zaman-zaman ziyarət edir bizi. Bu gün gələrkən də əvvəl toppuş vaxtı geydiyi bir paltarını geyinib gəlibdi. Amma heç deməzdi ki, həmin paltar, həmin bu effektivdədir. Mən özünə sual verdim ki, nədən bu paltar? Mən düşünürəm ki, açıqlaması biz üçün maraqlı olacaq. Yəni mən bu paltarları saxlayıram ki, arada bir baxıram. Yəni özümə söz verirəm ki, bir də bu çəkiyə, bu vəziyyətə düşməyəcəm. Yəni bunu Xatirə olaraq geyirsiniz xatirə bunları. olaraq. Aha. Yəni bu vaxtilə mənə kip olan bir sviterdir. Hal-hazırda vəziyyət belədir. Bəli. Hardan? Hara?